Salam hər kəsə. Bu gün Time test toplusundan xəritə suala baxacağıq. Suala baxırıq. Xəritə sxemi əsasən Makedoniyaların hərbi yürüşü ilə bağlı aşağıda qeyd olunmuş fikirlərdən doğru olanları soruşur bizdən. Baxırıq hansı ölkələrdir? Deməli 1 ərazisi Misir, Xəzərin alt hissəsi bura İran, Əhəmənilər. 3 var burada Yunanistan, 4 Çin ərazisi, 5 də Hindistan ərazisi. 5 rəqəmi ilə qeyd olunmuş ölkənin ərazisi Makedoniyalıların tərəfindən tamamilə işğal olunmuşdur. 5 demək ki Hindistandır. Tamamilə deyil, çünki eramızdan əvvəl 327-ci ildə Makedoniya İskəndərin Hindistanın şimal-qərbinə yürüşü var. Hind çayına qədər ərazilər fəth olunur. Tamamilə cümləsi səhvdir. 3 rəqəmi ilə qeyd olunmuş ölkənin ərazisi Xeroniya döyüşündən sonra Makedoniyalılar tərəfindən tamamilə işğal olundu. Xeyr, Xeroniya döyüşü eramızdan əvvəl 338-ci ildə baş vermişdir. Bu döyüşdə Makedoniya dövləti Yunan şəhər dövlətlər azadlıqlarına son qoymuşdu. Yəni əksər hissəsi Spartadan başqa məğlub olmuşdular. Axır müstəqilliklərini saxlamışdılar. Ona görə bu cavab da səhvdir. 1 rəqəmi ilə qeyd olunmuş ölkənin ərazisi Makedoniyalara qarşı müqavimətsiz təslim olmuşdur. Bəli, Misir ərazisi İskəndərə döyüşsüz təslim olub. Doğru cavab 3-dür. 2 rəqəmi ilə qeyd olunmuş ərazidəki dövlət Makedoniyaların hücumunun qarşısını ala bildi. Əhəmənilər deyil. Xeyr, bildiyimiz kimi Əhəmənilər bütün döyüşlərdə, Qranik, İs və Qavqamiya döyüşlərində İskəndərə məğlub olublar. Bu cavab da səhvdir. Və növbəti 4 rəqəmi ilə qeyd olunmuş ərazi Makedoniyaların işğalına məruz qalmamışdır. Yəni Çin ərazisi, bəli, Çin Makedoniya dövlətin işğalına məruz qalmayıb. Doğru cavab olur 3 və 5.